34 sayılı notarius Hüseynzadə Kəmalə Nadir qızı. Siz mənim 32.000 manat pulumu yaratdığınız şəraitə görə dələduzlara yedirdiniz. Mən sizlə məhkəmədə görüşəcəm. Bunun başqa yolu yox. Notariatda alqı-satqı edərək ev aldı. Sənədlər saxta çıxdı. Dələduzların fırıldağına rast gəldiyini deyən Laçın rayon sakini Əsədov Azər Fərmanoğlu bildirir ki, 32.000 manat pulu fırıldaqçılar tərəfindən aldadılaraq itirməsinə Bakı şəhər 34 saylı notariatın əməkdaşları şərait yaradıb. Şikayətçi Əsədov onu da qeyd edir ki, notariatın verdiyi sənətə güvənərək alqı-satqıya gedib. Media TV Azmedia qrupu Çernobıl əlili Qarabağ müharibəsi iştirakçısı Azər Əsədovu təqdim edir. Mən Əsədov Azər Fərmanoğlu, Laçın rayon sakiniyəm. Özüm 2-ci qrup Çernobıl əlili Qarabağ veteranıyım. Lavafol saytından girib ev tapmışam bir dənə, öz büdcəmizə uyğun. Demək, mən gedib o evlə tanış oldum, ailəmizi də götürüb getdim o evlə tanış olduq. Evin yiyəsi gəldi, evi açdı, baxdıq, evdə biraz beşik də vardı, bir bağacada belə nəysə baxdıq, gəldik sonra, elə oldu ki 14'ü baxdıq, 15'i gəldik notariusa. Biz gələndə notariusa, mən dedim ki gedək asan xidmətə, onlar dedilər ki yox, biz həmişə İşimizi 34-cü notarius var, Təzə Günəşidə, Suraxan rayonunda. Biz işimizi həmişə oradan gördüyümüzə görə gedək Təzə Günəşidə bu işi həll edib, qutarsın gəlsin. Bir də vəsat xidmətə getməyək. Nəysə çıxdıq notariusa, 34 nömrəli notariusa. Getdik, mən orada da dedim ki, çatanda alqı-satqıya gəlmişik də yəni. Ev sahibi kimi özünü təqdim edən iştirak edirdi. Elçin Şirinov, Vaqif oğlu. Onun makleri Firqət adında bir şəxs. Bir də yanlarında Musa adında biri vardı. 3 nəfər onlardı, bir də notariusun işçiləri idi. Mən orada da dedim ki, mən alqı-satqıya gəlmişəm də, yəni burada bir saxtalıq varsa mənim bilir. Elə oldu ki, yazdılar, bu Davernusu verdilər. Davernusu götürdük, düşdük, həyətdən oturduq maşında. Nəyəsə alım bir şey kəsmədi bunlardan. Bir də qayıtdım notariusun yanına ki, yəni bu dövlət orqanında mən buna bir girim sözümü deyim, görüm, burada bir saxtalıq varsa mən bilirəm. Girdim, dedim ki, Kəmalə xanım, bu torpaqda olan evi alıram. Bu verdiyiniz Davernusun, buna nə aidiyyatı var? Mənə dedim, filan şeylər. Bu hər şey deməkdir. Gedin, Allah xeyir versin, işinizi görün. Mən də dedim ki orada, hanım baxın, mən 2-ci qrup Çernobıl əliliyəm, Qarabağ veteranıyam. Yəni burada bir saxtalıq varsa deyin mən bilim. Dedi, yox, burada heç bir saxtalıq yoxdur. Hər şey öz qaydasında. Gedin, Allah xeyrinizi versin. Xeyirli olsun. Sağ olun. Bununla gedib puçağını da çıxardın, hər şeyinizi də ala bilərsiniz. Nəysə, mən də düşdüm, tabi dövlət orqanı olduğuna görə mənim buna inanım oldu. Mən də düşdüm, dedim, pul verməmişdim də, ona görə mən... Notariat sənətin bazasını yoxladı, sizin bu həmən hansı torpağın sənəti, o evin sənəti? Heç birini yoxlamadan mənə dedi ki, bu hər şey deməkdir. Bu notarius, bu Davernusu verdiyinə görə bana dedi ki, bu torpaqda olan evin gedib puçasını da çıxarda bilərsiniz. Sonra elə oldu ki, 3 gün, 5 gün arasında belə bu evin sahibinə zəng çatmadı. Mənə 2 yerdən zəng gəldi, başqa nömrələrlə görüşürük. Özün qaz işçisi adlandıran İlqar adında bir şəxs, o zəng elədi ki, 2 günə mən sənin qazın sayğazın, işığın sayğazın, gətirib suyun sayğazın, hamısını sənin adına keçiririk, veririk sizə, qutarıq biz bu məsələni. Elə oldu ki, bu İlqar adında olan şəxslər nömrəni bağladı, mən getdim notariusun yanına. Dedim ki, Kəmalə xanım, bəs sizə mən dedim axı burada, mən pulu verməmiş girdim sizin yanınıza ki, yəni mən pulu verməmişəm. Bu verdiyiniz torpağı
verdiyiniz sənədin heç biri doğru deyil burada. Mənə dedi ki, mən o maklerlərin yanında sizə mən heç nə deyə bilmərəm, səhər gəlib yapışırlar yaxamdan. Mən də orada dedim ki, siz dövlət orqanısınız, sizin yaxanızdan nədən yapışa bilərsiniz? Makler kimdir ki, sizin yaxanızdan yapışır? Siz orada deyərdiniz ki, bu saxta sənəddir, mən də bu pulu verməzdim da. Yəni, mən 15.000 Bankov Bakıdan kredit götürmüşəm, ayda 590 manat Bankov Bakıya verirəm, 165 manat da Kapital Banka verirəm. 31.000 manat vermişəm evə, 1000 manat da qaz işçisinin adı ilə istifadə edən adama ki, o pul verəsiydi ki, qazın turbasını qaldıra yuxarı maşın keçmək üçün, yol açıla. Cəmi 32.000 pul vermişəm, ayda da 755 manat kredit verirəm, 590 manat Bankov Bakıya, 165 manat da Kapital Banka. Mən notariusa güvəndim və dediyim kimi, girib özündən də soruşandan sonra mən ona güvəndim, dövlət orqanı olduğuna görə mən pulu çıxardıb cibimdən verdim həmin adamlara. Mən Ədliyyə Nazirinə də şikayət eləmişdim ki, yəni mənim 34-cü nömrəli notarius alladıqdır bu vəziyyətdə. Mən videoları da göndərdim onlara, özləri də baxdı, hansı ki sizə göstərdiyim videolardır. Demək, onlar bütöv, mən sizə göstərdiyim videonun bütöv hissəsini onlar baxıb, bu qərarı veribdilər mənə. Demək, belə burada yazılır ki, qanuna zidd notarial hərəkətlər olubdur. Bunu da apardım mən Suraxanı prokurorluğuna, orada mavininə göstərdim sənəti. Mavin Ergiz müəllim oxuyandan sonra dedi ki, buna 314-cü maddə ilə iş açılmalıdır. Yəni, qanuna çox zidd hərəkətlər olubdur burada. Hələ də bu günə qədər notariusu çağırıb dindirən yoxdur. Bu sənədi notarius təsdiqləməmiş, eyni bu ünvana davernus verirdi. Bundan başqa da bir də bu evin layihəsini də mənə verməkdə məni çox inandırdılar ki, yəni dələduzlar mənim əlimdən o pulu çıxartdılar. 32.000 pulum getdi. Çox hörmətli prezidentimiz İlham Əliyevə və Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və cənab Əli Nağıyevə mən çox xahiş edirəm, mənim bu müraciətimə baxsınlar, mənə köməklik eləsinlər. Vətəndaş Azər Fərmanoğlu Əsədovun müraciətini aidiyyatı qurumların nəzərinə çatdırmaq üçün təqdim etdik. Araşdırmaq və hüquqi qiymət vermək dövlət qurumlarının səlahiyyətindədir. Qarşı tərəfi dinləməyə hazırıq.